Salam, hər birinizi xoş gördük. Bu dərsimiz şagirdlərə dəstək məqsədi ilə hazırlanıb. Bundan sonra bu şəkildə, bu səpkidə dərslərimiz çox olacaq. Dərslər bu şəkildə sizə təqdim olunacaq. Sizə çox rast gəlinən test nümunələri həll olunacaq. Oxşar misallar tapşırıq kimi sizə veriləcək. Həll edənlər rəylərdə cavabları qeyd edə bilərlər. Birinci testimiz şagirdlərə ən çox rast gəlinən testlərdən biri. AB üstü xət bərabərdir 3A üstə gəl 7B. Bizdən A plus B cəmi soruşulur. A üstə gərək B soruşulur. Şagirdlər burada AB üstü xətti ilə AB hasilini səhv salırlar. Əgər bu şəkildə olsa, bu A vuraq B-dir. Yəni hasildir. AB üstü xətt də olsa, bu artıq 2 rəqəmli AB ədədini bildirir. Və AB üstü xətt 10A üstə gəl B-yə bərabərdir. Bundan sonra biz harada AB üstü xətt görsək, bilməliyik ki, həmin ədəd 2 rəqəmli AB ədədidir və dərhal yerinə 10A üstə gərək B yazılır. AB üstü xəttin yerinə yazıram 10A üstə gəl B bərabərdir 3A üstə gəl 7B. A'ları bir tərəfə, B'ləri bir tərəfə. 10A çıx 3A 7A bərabərdir 7B çıx B 6B. Burada A və B rəqəmlər olduğundan A B'nin əmsalı olur. Yəni A B'nin əmsalı 6'dır, B isə A'nın əmsalı olur. B bərabərdir 7. A 6'dır, B 7. Bizdən A plus B cəmi soruşulur. 6 üstə gərək 7 bərabərdir 13. Sizə verilən tapşırıq. AB üstü xətt bərabərdir 5A plus B-dir. Bizdən A minus B fərqi soruşulur. İkinci testimiz. A 325, A 325, B ədədi 3'ə tam bölünür. Bu tam bölünürü biz 3 nöqtə ilə göstəririk. Qəbul olunmuş simvoldur. Yəni bölünürü, tam bölünürü təsdiq edən simvoldur. Bizdən A plus B'nin ən böyük qiyməti soruşulur. Burada biz bölmə əlamətindən istifadə edəcəyik. Biz bilirik ki, əgər ədədin rəqəmləri cəmi 3'ə tam bölünürsə, onda həmin ədəd 3'ə tam bölünür. Bu ədədin rəqəmləri cəmini tapıram. A üstə gərək 3, üstə gəl 2, üstə gəl 5, üstə gəl B. Hesablama aparsaq, A plus B üstə gəl 10 alırıq. Burada biz A plus B'yə elə ədədlər verməliyik ki, 10 ilə toplayanda alınan cəm 3'ə bölünsün. A plus B bizdə 2 ola bilər. Çünki 2 yazsam yerinə 12 3'ə bölünür. 5 ola bilər. 15 3'ə bölünür. Və s. bizə ən böyüyü lazımdır. Ən böyüyü 17 olacaq. 17'dən digərlərində artıq burada şərtə ziddir. Çünki bizdə A və B rəqəmlərdir. A plus B'ni mən 17 götürsəm, burada 9 8 yaxud da 8 9 olacaq. Artıq 17'ni aşdıq, bu qiymətlərdə 2 rəqəmli ədədə doğru gedir. Ona görə ən böyüyü 17'yə bərabər olur. Sizə verilən tapşırıq A 5 1 3 B ədədi 3'ə tam bölünür. A plus B cəminin mümkün qiymətlərinin sayı soruşulur. Burada biz tapacağıq, həmin o sayı götürəcəyik. Növbəti testimiz. Bir x kvadrat çıx y kvadrat bərabərdir 13. X, Y daxildir natural ədədlər çoxluğuna. Deyir, bu tənliyi ödəyən X, Y natural cütlərini tapın.
Kvadratlar fərqidir. Sol tərəf vuruqlara ayırıram. X minus y, x plus y bərabərdir. 13'ü yazıram 1 vuraq 13. Burada x ve y natural ədədlər olduğundan biz bilirik ki, iki natural ədədin fərqi onların cəmindən kiçikdir. Ona görə də biz x minus y-i kiçiyi 1 götürürük, x plus y-i 13 götürürük. Və bu x və y-dən asılı tənliklər sistemidir. Cəbri toplama üsulunu tətbiq etsəm, y-lər islah olunur. 2x bərabərdir 14, x bərabərdir 7. Buradan da alıram ki, y bərabərdir 6. Deməli, bu tənliyi ödəyən həll 7, 6 cütüdür. Sizə verilən tapşırır. X kvadrat minus y kvadrat bərabərdir 17. X kvadrat minus 47 bərabərdir y kvadrat. Bax, bu iki tənliyi həll edib cavabları rəylərdə qeyd edə bilərsiniz. Davam edirəm. A və B qarşılıqlı sadə ədədlərdirsə, yəni ki, A və B ədədi verilib, bu ədədlər qarşılıqlı sadə ədədlərdirsə, 1. Bunların əbobu, yəni əbob AB 1-ə, əkobu isə 2-ci, əkobu isə həmin ədədlərin hasilidir. Yəni, qarşılıqlı sadə ədədlərin əbobu 1, əkobu onların hasilidir. A və B, belə bir testə baxaq, qarşılıqlı sadə ədədlərdir. Mən qısa yazıram burada, qarşılıqlı sadə ədədlərdir. Bu ədədlər üçün əkob AB 1 çıxılsın, əbob AB soruşulur. Mən qeyd etdim. A və B qarşılıqlı sadə ədədlərdirsə, bu ədədlərin əkobu hasili də əbobu 1-dir. Əkobun yerinə mən yazıram AB minus əbobunun yerinə 1 yazıram. Alıram AB minus 1. İkinci nisbətdir. Siz yaza bilərsiniz. Əkob AB bölünsün əbob AB. Daha sonra 2 A və B ədədi verilib. A və B ədədi verilib 1. A və B ədədi üçün ortaq sadə vuruqların hasili, ortaq sadə vuruqların hasili. A və B üçün ortaq sadə vuruqların hasili soruşulsa, biz əbob AB-ni tapırıq. İkinci, ortaq olmayan sadə vuruqların hasili. Onu C ilə işarə edirlər və C həmin ədədlərin əkobunun əbobuna nisbətidir. Əkobunun əbobuna nisbəti. Yəni, 2 dənə ədəd verilibsə, onların ortaq sadə vuruqların hasili əbobudur. Ortaq olmayan sadə vuruqların hasili C hərfi ilə işarə olunur, əkobun əboba nisbətidir. Məsələn, 6 və 8 üçün. 8, 12 götürək, daha doğrusu. 8 və 12 üçün. 1. Ortaq sadə vuruqların hasilini tapaq. Yəni, əbob 8, 12-ni tapacaq. 8 və 12-nin əbobu aydındır ki, 4-dür. Deməli, bu ədədlərin ortaq sadə vuruqların hasili 4-ə bərabər. İkinci, ortaq olmayan sadə vuruqların hasilini tapaq. C, əkobun, yəni əkob 8, 12 bölünsün əbob 8, 12. Əkob 8, 12, 24-dür. Əbob 8, 12, 4 hesablasaq alır 6. Eyni sualları siz 12 və deməli olsun 24 və 36 üçün tapın. Ortaq sadə vuruqların hasili, bir də ortaq olmayan sadə vuruqların hasili.
İxtiyari 2A və B ədədi verilibsə, 1 EBOB AB-nin kvadratı AB bölək C-dir. 2 EKOB AB-nin kvadratı isə AB C-yə bərabərdir. İxtiyari 2A və B ədədi verilibsə, EBOB AB-nin kvadratı AB bölək C-dir, EKOB AB-nin kvadratı AB C-dir. Misala baxaq. AB bərabər 72, C 8-dir. Yəni, bu ya bu şəkildə verilir, ya da məsələdə sözlə belə verilir. A və B ədədlərinin hasili 72-dir. Ortaq olmayan sadə vurduqların hasili 8-dir. Bizdən EBOB və EKOB soruşulur. Yəni, bu ədədlərin EBOB-unu yaxud EKOB-unu tapın. Biz dedik ki, EBOB AB-nin kvadratı bərabərdir. AB bölək C, yəni 72 böl 8. Hesablasaq alırıq 9. Onda EBOB AB 3-ə bərabərdir. Kvadratı 9-dursa özü 3-dür. İkinci, EKOB-unu tapaq. EKOB AB bərabərdir. AB C-dir, yəni AB-nin yerinə 72, C-nin yerinə 8, alıram 576. Onda kvadratı, EKOB AB-nin kvadratı 576. Aydındır ki, EKOB AB 24-ə bərabərdir. Eyni suallar 76, yəni AB bərabərdir 76. C bərabərdir, AB bərabər 76. C bərabərdir 19 üçün 1. AB 76, 19 üçün EBOB AB-ni siz taparsınız. İkinci, AB bərabərdir 8, C bərabərdir 2 üçün EKOB AB-ni taparsınız.